Salamlar əziz və hörmətli izləyicilər. Bu videomuzda 6 aprel 2025-ci il tarixində keçirilən əvvəlki illər məzunlar üçün tərtib olunmuş imtahan modelində riyaziyyat fənninə aid olan testlərin mövzu adlarını qeyd edəcəm. Burada sadəcə olaraq mövzu adlarını qeyd edəcəm. Bundan sonraki videomuzda artıq bir hamısının sürətli izahlarını göstərəcəm. Və dərsin sonunda burada düşən və bu il 9-cu siniflərin buraxılış imtahanında düşə biləcək mövzu adlarını da qeyd edəcəm. Ona görə də mütləq şəkildə videonu axıra kimi izləyin. Birinci növbədə 61 nömrəli misalımız bərabərsizliyə aiddir. 62 nömrəli misalımız kompleks ədədlərə aiddir. Burada da o biri zonalarda olduğu kimi qoşma ədədi soruşur. Kompleks ədədlər də qeyd edirəm. Növbəti 63 nömrəli misalımız 9-a bölünmə əlamətinə aiddir. Natural ədədlər bölünmə əlamətləridir, qeyd eləmək olar. Növbəti 64 nömrəli misalımız üslü tənliklərə aiddir. Loqaritmadan sonra öyrənilən üslü tənliklər. 65 nömrəli misalımızın hərəkət oxşarlıq, üçbucaqlarda median sahələrin bölünmələrinə aid olan bir misal növüdür. Biz ümumilikdə üçbucaq, S sahə deyə qeyd edə bilərik, S üçbucaq, median daha sonra qeyd edə bilərsiniz, mediana aid və hərəkət oxşarlıq da qeyd eləmək olar. Bu hissədə xatırlatma aparmaq istəyirəm ki, burada olduğu kimi bir misalın tərkibində bir neçə mövzunu qarışdırıb sual əmələ gətirə bilər, ona görə diqqətli olun. 66 nömrəli misalımız trigonometrik tənliklərə aiddir. Növbəti 67 nömrəli misalımız 6 bucaqlı, 4 bucaqlardan əvvəl öyrənilən çox bucaqlara aiddir. Çox bucaqlı, 4 bucaqlılar da qeyd eləmək olar. Növbəti 68 nömrəli misalımız tənasübə aiddir. Bunu ümumilikdə biz kəsirlərdə də öyrənirik, nisbətdə də öyrənirik. Ümumi formada tənasüb deyə qeyd edirəm. Tənasübün yanında nisbət, düz tərs mütənasiblik də qeyd edə bilərsiniz, kəsirlər də qeyd edə bilərsiniz. Ümumilikdə tənasüb bilən şagird kəsirləri bilməlidir, ondan sonra tənasübü öyrənməlidir. Növbəti 69 nömrəli misalımız təzadə düz xəttlər və müstəvilərə aiddir. Növbəti 70 nömrəli misalımız imtahanlarımızın əvəz olunmaz mövzusu olan çoxluqlar. Çoxluqlarsız imtahan heç mən görməmişəm bugünə kimi. Amma bu il çoxluqlara aid çətin suallar düşmüşdü. Nisbətən vaxt aparan və diqqət tələb olunan misallar idi. 71 nömrəli misalımız üç bucaqlara aiddir. Burada sahə soruşmur, sadəcə bucaqlarla tərəfləri müqayisə eləməliyik. Növbəti 72 nömrəli misalımız çox ədlilər, rasional kəsirlər, müxtəsər olma düsturları, ümumiyyətlə hamısını qarşılıq qeyd eləmək olar. Biz çox ədli deyə qeyd edirik, müxtəsər olma düsturları, rasional kəsirlər və s. Növbəti 73 nömrəli misalımız trigonometrik funksiyalara aiddir, toplama teoremləri. Burada 66 nömrəli misalımız trigonometrik tənliklərə aiddir, burada isə trigonometrik funksiyalara aiddir. Maraqlı misallardır hər ikisi. Növbəti 74 nömrəli misalımız bir məchullu tənliklərə aiddir və burada da üçbucaq və kvadratın qarışığı da ibarətdir. Biz ümumilikdə məsələ həlli deyə qeyd edə bilərik. Məsələ həlli və bir məchullu tənliklər. Bir məchullu tənliklər. Burada biz əlavə olaraq öyrənməliyik Viet teoremi. Növbəti 75 nömrəli misalımız loqaritmaya aiddir. 76 nömrəli misalımız fırlanma cisimlərindən də silindrə aiddir. Növbəti 77 nömrəli misalımız həqiqi üstü qüvvətlərdə öyrənilən bir misaldır. Kvadrat köklərdə öyrəniləndir. Ümumi formada bunun həllini biz çox hədlilərdə də görmüşük. Kəsr rasional ifadələrdə də görmüşük. Növbəti 78 nömrəli misalımız rasional kəsirlərə aiddir. Yenə də çox hədlinin bir hədliyə, çox hədliyə bölünməsinə aid nümunə bir misaldır. Davam edirik. Növbəti 79-85 sayılı tapşırıqları cavab vərəqlərində cavablandırın deyə qeyd olunur. Yəni ətraflı yazılı cavab tələb olunan misallardır. Burada 79 nömrəli, yəni birinci misalımız çox üzlülərə aiddir. Çox üzlü və kuba aid bir misaldır. Çox üzlülər, kub. 80 nömrəli misalımız yaş məsələsinə aiddir. Bunu biz bir məchullu tənliklər də qeyd edə bilərik. 81 nömrəli misalımız silsilə aiddir. Kifayət qədər çətin bir misaldır. Silsilə. Ədədi silsilə aiddir özdə. Ədədi silsilə, onda həm də silsilə, ardıcılıqlar da qeyd edə bilərik əlavə olaraq. 82 nömrəli misalımız üçbucaqlara aid 2 dənə üçbucaq belə iç-içə veribdir. Oxşar üçbucaqlardan söhbət gedir. Hərəkət oxşarlıq da qeyd edə bilərik. Bu misalı əlavə olaraq məsələ həlli də qeyd edə bilərik hətta. Bu videodan sonra artıq bunların izahlarını göstərəcəm. Mütləq şəkildə onu izləyirsiniz. Burada sadəcə olaraq mövzu adlarını qeyd edirəm. 83 nömrəli misalımız funksiyalar və qrafiklərə aiddir. Funksiyalar və qrafiklər. 84 nömrəli misalımız çevrə və dairəyə aiddir. Çevrə, dairə də qeyd edə bilərsiniz. Çevrəyə aid bir misaldır. Və son olaraq 85 nömrəli misal ehtimala aiddir və ehtimalı biz tənliklər sistemi quraraq həll edirik. Tənliklər sistemində qeyd edə bilərsiniz. Tənliklər sistemi.
Yani her iki mövzunu bir yeri karıştırıp bir misal əmələ gətiribdir. Burada sonuncu mövzunu da qeyd elədim. İstəyirəm ki, bir daha ümumi şəkildə mövzu adlarını qeyd edeyim sürətli formada. 6 aprel 2025-ci il tarixində keçirilən əvvəlki ilə məzunlar üçün tərtib olunmuş imtahan testinə düşən riyaziyyat fənninə aid olan testlərin mövzu adlarını qeyd edirəm. Birinci misalımız bərabərsizliyə aiddir. İkinci misalımız kompleks ədədlər. Sonra natural ədədlər. Natural ədədlərdə bölünmə əlamətləri. Üslü tənliklər, loqaritmadan sonra öyrənilən üslü tənliklər. Daha sonra növbəti misalımız figurların sahəsi, hərəkət oxşarlıqda öyrənilən S üçbucağa aid bir misaldır. Burada median sahələri bərabər olan iki üçbucağa ayırır deyə bir qaydanı da bilmək lazımdır. Ümumi şəkildə figurların sahəsinə aid olan bir misal növüdür. Növbəti 66 nömrəli misalımız trigonometrik tənliklərə aiddir. Daha sonra dördbucaqlardan əvvəl öyrənilən çoxbucaqlara aid bir misal növüdür. Altıbucaqlıdan söhbət gedirdi. Növbəti misalımız tənasübə aiddir. Nisbət, tənasüb bunları bilmək lazımdır. Növbəti misalımız fəzadı düz xətlərin müstəvilərə aid idi və əvəz olunmaz çoxluqlar mövzusu. 71 nömrəli misalımız üçbucağın özünə aiddir. Növbəti misalımız çox hədlər, müxtəsər vurdusan, rasional kəsirlər. 73 nömrəli misalımız trigonometrik funksiyalar. Növbəti misalımız məsələ həllinə aiddir. Bir məchul tənliklərdə öyrənilən ümumi formada biz perimetr, üçbucaq, perimetr, kvadrat, Viet teoremi, diskriminant bunları bilmək lazımdır ki, bu misalı həll edə bilək. Ondan sonra gələn misalımız loqaritmaya aiddir. Növbəti fırlanma cisimlərindən silindir düşmüşdür. 77 nömrəli misalımız həqiqi üstü qüvvətlərə aiddir. Növbəti 78 nömrəli misalımız rasional kəsirlərə aiddir. Bundan sonra gələn 79-85 ətraflı yazılı tələb olunan misallardır. Bunlardan birincisi çox üzvlər kuba aiddir. Növbəti yaş məsələsinə aiddir. 81 nömrəli misal silsilədə ədədi silsiləyə aid bir misaldır. 82 nömrəli misalımız hərəkət oxşarlığı aiddir. Ümumi formada məsələ həllinə də qeyd edə bilərik. Növbəti misalımız funksiyalar və qrafiklərə aiddir. 84 nömrəli misalımız çevrə və dairəyə aiddir və sonuncu misalımız ehtimala aiddir və burada tənliklər sistemindən həlli olan bir cədvəl verilmişdir. Son olaraq hər birinizə imtahanlarınıza uğurlar arzulayıram. Bundan sonraki videomuzda sürətli şəkildə burada düşən testlərin izahlarını göstərəcəm. Mütləq şəkildə sizlər həmin videonu da izləyin. Videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, şərhlər yazmağı unutmayın. Bütün suallarınızı şərhlərdə əlaqə nömrələrimizə yaza bilərsiniz. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşmək diləyilə.